A, B və C natural ədədləri üçün A-nın B-yə nisbəti 3-ün 2-yə, qeyd edək, A-nın B-yə nisbəti bərabərdir 3-ün 2-yə, B-nin C-yə nisbəti bərabərdir 3-ün 4-ə olarsa, A + B + C cəminin ən kiçik qiymətini tapın. Burada A-nın 3-ə, B-nin 2-yə uyğun olduğunu, B-nin digər ifadədə isə 3-ə, C-nin 4-ə uyğun olduğunu görürük. B hər ikisində eyni ədəddir. Ona görə uyğun olduqlarını da bərabərləşdirsək, yəni birinci kəsrin, birinci nisbətin hər tərəfini biz 3-ə vursaq, alınar 9-un 6-ya nisbəti. İkincidə isə 2-yə vursaq, alınar 6-nın 8-ə nisbəti. Və buradan artıq qeyd edə bilərik ki, A-nı 9K, B-ni 6K, C-ni isə 8K götürərik. Ən kiçik qiyməti soruşduğu üçün ən kiçik olacaq burada 9, 6 və 8 kimi götürsək, bunların da cəmi 9 + 6, 15, 15 ilə də 8 toplasaq 23.